Qarabağ Universitetində yeni tədris ilinə hazırlıq gedir. Cəmi 2 il əvvəl 6 fakültə və 27 ixtisasla fəaliyyətə başlayan universitet artıq 9 fakültədə 49 ixtisas üzrə tələbə qəbuluna hazırlaşır. Təbii ki, 2 il müddətində fəaliyyət göstərən bir universitet üçün kifayət qədər böyük rəqəmlərdir. Amma Qarabağ Universitetində məqsədimiz yalnız kəmiyyətcə böyümək deyil, həm də keyfiyyət artımını, keyfiyyət güclənməsini diqqətdə saxlamaqdır. Bugün Qarabağ Universitetində verilən ali təhsilin məzmunu kifayət qədər müasirdir. Akademik proqramlarımız üzrə hazırladığımız tədris planları həmin ixtisaslar üzrə dünyanın aparıcı universitetlərində tətbiq olunan proqramlar əsasında qurulmuşdur. Universitet böyüdükcə burada təhsil imkanları da genişlənir. Yeni tədris ilinin əsas yeniliklərindən biri də beynəlxalq əməkdaşlıqdır. Belə ki, bu ildən Qarabağ Universiteti Türkiyənin İstanbul Texniki Universiteti ilə ikili diplom proqramına başlayır. Bu ildən etibarən dövlət proqramı statusunda fəaliyyət göstərəcək bu proqramın mahiyyəti ondan ibarətdir ki, xüsusi seçilmiş 4 mühəndislik istiqaməti üzrə, mühəndislik proqramı üzrə birgə kadr hazırlığı həyata keçiriləcək. İlk tədris prosesinin ilk 3 ili Qarabağ Universitetində, Xankəndi şəhərində, sonuncu 4-cü il isə İstanbul Texniki Universitetində, İstanbul şəhərində həyata keçiriləcəkdir. Tədris tamamilə ingilis dilində olacaq və Qarabağ Universitetində keçiriləcək tədris prosesinə bütün professor müəllim heyəti İstanbuldan gələcək. Universitetin təhsil imkanlarının genişləndirilməsi ilə yanaşı infrastrukturun inkişafı da diqqətdə saxlanılır. Xankəndidə mühəndislik, riyaziyyat və kompüter elmləri, təbiət elmləri, sosial elmlər və hüquq, Şuşada incəsənət, Xocalıda kənd təsərrüfatı fakültələri üçün yeni binaların inşası Qarabağda təhsil imkanlarının daha da genişlənməsinə şərait yaradacaq. Xaricdə təhsil almış kadrların universitetə cəlb edilməsi isə təhsil səviyyəsinin daha da inkişaf etdirilməsinə hesablanıb. Xaricdə təhsil almış, beynəlxalq təcrübənin nə olduğunu bilən, kadr hazırlığının nə olduğunu bilən insanlar üçün bugün Qarabağ Universiteti çox yaxşı bir fürsət təklif edir. Çünki bura həqiqətən də həmin standartlara uyğun bir akademik heyət var, həmin standartlara uyğun bir maddi texniki baza var və bu bizə imkan yaradır, fürsət verir ki, buradakı gənclərin, gələcəyin alimləri, gələcəyin tədqiqatçıları, gələcəyin mütəxəssisləri kimi yetişməsi üçün biz də öz töhfəmizi verək. Universitetin əsas hədəflərindən biri müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssislər hazırlamaqdır. Bu məqsədlə rəqəmsal bacarıqların inkişafı, xarici dil tədrisi və aparıcı dövlət müəssisələri, eləcə də özəl şirkətlərlə əməkdaşlığa xüsusi diqqət yetirilir. Tələbələrin istehsalat və təcrübə proqramlarına cəlb olunması, şirkət və dövlət müəssisələri ilə əməkdaşlıq etməsi üçün də imkanlar yaradılır. Bununla yanaşı onların təhsil və yaşayış şəraiti də dövlət tərəfindən dəstəklənir. Universitetin tibb və sağlamlıq fakültəsində isə tələbələr nəzəri biliklərlə yanaşı klinik mühitdə praktiki bacarıqlar qazanırlar. Beləliklə, həm keyfiyyətli təhsil almaq, həm də gələcək peşə fəaliyyətinə hazırlaşmaq üçün geniş imkanlar yaradılıb.